Salam, xoş gördük. Yenə mən jurnalist Vilayət Muxtar. Deməli, hava ilə bağlı məlumat çatdırmaq istəyirəm diqqətinizə. Milli Hidrometeorologiya Bürosu bugün məlumat yayıb ayın 5-nə, may ayının 5-nə olan, yəni həftənin birinci günü ilə bağlı hava proqnozu. Məlumatda bildirilir ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağıntılı olacaq. Ara bir şimşək çaxacaq və bəzi yerlərdə qısa müddətli leysan xarakterli yağış yağacaq. Yəni sabah Bakıda leysan yağacaq, ona görə bütün işlərinizi ona uyğunlaşdırmağınızı məsləhət görülür. Rayonlarda da yeni qaydada şimşək çaxacaq, yağış yağacaq, hava soyuq olacaq, yəni sabah. Bu məlumat diqqətinizə çatdırmaq istəyirdim. Eyni zamanda istilik dərəcəsi isə 12-14 dərəcə olacaq. Amma yağış, leysan olacaq. Görək bu dəfə leysan yağışlarında yollarımız nə vəziyyətdə olacaq. Kanala abunə olun, videonu da bəyənin. Təşəkkür edirəm.